Salam, hər vaxtınız xeyir. Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən birinci blok imtahanı üzrə qeydiyyat aktiv edilmişdi. Qeydiyyat 17 aprel 1 may tarixində olacaq. Qeydiyyat üçün Dimqovaz saytına daxil oluruq. Dövlət İmtahan Mərkəzinin rəsmi səhifəsidir və bura daxil olduqda görürsünüz ekranda qəbul imtahanı 2-ci mərhələsinin 1-ci cəhd üçün qeydiyyat. Bu hissənin üzərindən vurursunuz və açılan səhifədə bakalavriat səviyyə 1-ci 4-cü klass qrupları üçün 1-ci cəhd imtahanı qeydiyyatı üzərindən vurursunuz və sağ tərəfdə görürsünüz burada abituriyentlər üçün giriş var. Bunun üzərindən vurursunuz. Daha sonra burada bizdən istifadə çarjı soruşur. İstifadə çarjı siz şəxsi təminat yaradan zaman təyin etdiyiniz sizin fin kodunuzdur və həmin fin kodunu mən sizə göstərim ki, köhnə və yeni vəsiqələrdə hardadır. Köhnə vəsiqələrdə fin kod burada işarələnmiş son 8 rəqəmindən 7-sidir və yeni nəsil şəxsiyyət vəsiqələrində isə fin kod 7 rəqəmli simvoldur və həmin biz simvolları müvafiq xanaya qeyd edək. Və artıq biz fin kodumuzu uyğun xanaya yazaraq davam et düyməsini sıxırıq və daha sonra davam et düyməsini sıxdıqda burada bizdən parol soruşur. Parol şəxsi kabineti yaradan zaman bizim təyin etdiyimiz paroldur. Həmin parolu biz bura daxil edək və daha sonra daxil düyməsini sıxaq. Və biz artıq görürük, daxil düyməsi sıxda ekranda belə bir səhifə açılır və biz burada ixtisas qrupu olan hissə var. İxtisas qrupu olan hissədən biz qrupumuzu seçirik və onun üzərindən vuraq. Və artıq görürsünüz, bunun üzərindən vurduqda bizim qruplarımız çıxır. Müvafiq qrupu seçirsiniz. Təbii ki, hər kəs öz qrupunu seçir. Biz indi 4-cü qrup üzrə qeyd aparıq və abituriyent 4-cü qrup istəyirsə 4-cü qrupu seçərək artıq blok imtahanı qeydiyyatını apara bilər və artıq biz 4-cü qrup yazısının üzərindən vururuq. Görürsünüz, bunun üzərindən vuranda biz artıq qrupumuz seçilir və daha sonra burada görürsünüz ərizəni təsdiq et düyməsi görəcəksiniz. Bu təsdiq et düyməsinin üzərindən vuraraq biz ərizəmizi təsdiq edə bilərik və görürsünüz yazır, biz 11 sinif olduğuna görə bizə imtahan qeydiyyatı pulsuzdur. Ona görə biz razıyam ərizənin təsdiq et düyməsini sıxacağıq. Əks halda, yəni əvvəlkilərin məzunları üçün isə blok imtahanın qeydiyyatı 50 manatdır və indi biz burada razıyam təsdiq et düyməsinin üzərindən vurmaqla ərizəmizi təsdiq edə bilərik. Və indi ərizəmizi təsdiq edək. Və görürsünüz, artıq bizim ərizəmiz təsdiq olundu. Bu hissədə təsdiq olundu, o tarix yazır. Yəni biz artıq birinci blok imtahanı üçün qeydiyyatdan keçmişik. Və eyni zamanda siz burada ərizədən elektron ərizənin çap et düyməsinin üzərindən vura bilərsiniz. Xatırladım ki, bu iPhone telefonlarında Safari-də açmır. Siz bunu Chrome tətbiq ilə edin və biz Chrome-dan açaraq bunu elektron ərizənin çap et düyməsinin üzərindən vurmaqla elektron ərizəmizin yenə də burada təsdiqinə baxa bilərik. Bu hissədə görürsünüz, artıq bizim elektron ərizəmizin təsdiq olunduğu tarix və eyni zamanda elektron ərizədə hansı ixtisas qrupunu seçdiyimiz göstərir. Yəni görürsünüz, artıq burada biz 4-cü qrup üzrə qeydiyyatdan keçmişik və artıq biz birinci cəhdi 4-cü qrupdan imtahan verəcəyik. Və beləliklə biz artıq qrupumuzu təsdiq etmişik. Birinci blok imtahanında 4-cü qrup üzrə, yəni kimya, fizika və biologiyadan imtahan verəcəyik 3 saat ərzində. Birisi burada səhv düz aparır və 4 səhv düz aparır belə deyək. Və eyni zamanda siz imtahana girərkən bu vərəq aparmırsınız. Bu vərəq sadəcə sizin imtahanda qeydiyyatdan keçdiyinizi təsdiq edir. İmtahana buraxış vərəqəsi isə imtahana ən azı 5-7 gün qalmış TİM tərəfindən elan ediləcəkdir və onunla bağlı da paylaşımlarımız olacaq və həmçinin xatırladım ki, artıq blok imtahanların tarixləri də bəllidir. Belə ki, 1-ci və 4-cü qruplar 1-ci cəhdi iyun ayının 1-də verəcək və daha sonra 2-ci və 3-cü qruplar isə may ayının 25-də blok imtahanının 1-ci cəhdində iştirak edəcək. Bütün abituriyentlərə uğurlar arzu edirəm.